Salam, değerli dostlar, hər birinizi xoş gördük. Bugün növbəti dərsimi paylaşıram. İlk öncə hər zamanki kimi salamlarımı göndərmək istəyirəm. Dilarə Cəfərova, Məmmədov Elcan, Qurbanova Gülnarə, Məmmədova Humay, Baxışova Aysel, hər birinizə salamlar. Əliyeva Ayna, Qurbanov Kənan, Qasımlı Bahar, daimi izləyicilərimdir. Hər zaman baxıram onların mənə yazdığı gözəl şərhlər. Təşəkkürümü bildirirəm hər biriniz üçün. Siz ki, yəni mənim əziyyətimi dəyərləndirirsiniz. Bu mənim üçün həqiqətən çox xoşdur və sizə baxaraq daha çox həvəslənərək video çəkirəm. Həsənova Mələk, Kamil, Rüqəyya, Məmmədli Əsma, İsa Balayeva Aysel. Bugün biraz fərqli adlar görürəm. Bəlkə də yeni, bəlkə də çoxdanın izləyicilərim, çoxdan yəni abunə olmuş izləyicilərdir. Amma hər birinə yenə də təşəkkürümü bildirirəm. Mirzəzadə Yusif, daimi izləyicimdir. Muradlı Pərvin, Kamilov Kamil, 322 saylı tam orta məktəb. Buradan bütün şagirdlərə, bütün kollektivə salamlarımı göndərirəm. Məktəb adı olanda, rayon adı olanda xüsusi salamlarımı göndərmək istəyirəm ki, hər biriniz çalışın ki, videolardan yararlanmaq istəyirsinizsə paylaşın. Şagirdlər də, sinif yoldaşlarınız da və digər uşaqlar da bundan yararlansınlar. Çünki məqsədim yalnız sizlərə nəsə öyrətmək, nəyisə yararlanmaqdır, sizi irəli çəkməkdir. Qasımlı Bahar, Orxan, Nicat, gözəl balalarıma salamlar olsun. Səma və Leyla, ya bacıdırlar, ya padruqadırlar, hər ikisinə salamlarımı göndərirəm. Və Rəhimli Aysuya salamlar, salamlar, salamlar. Əzizlərim, yaxşı ki varsınız. Hər birinizə təşəkkürümü bildirirəm. Gözəl şərhlər yazan izləyicilərimə də belə xüsusi salamlarımı göndərirəm, təşəkkürlərimi bildirirəm. Keçək dərsimizə, bu da bizim ürəkli smayliklərimiz. Dərsimiz bugün quruda relyef formaları necə paylanmışdı. Bundan qabaq okeanlardan, qurudan danışdıq, yeni Cənub okeanından danışdıq və sahələri ilə, ən dərin nöqtələrlə tanış olduq. Bugün dərsimiz quruda relyef formaları necə paylanmışdı mövzusu olacaq. Çəkiliş edib çatdıra bilmirəm, geç paylaşacağımsa da üzrlü hesab edin. Avropanın relyefi, Avropa bilirik ki, Avrasiya materikində kiçik bir qitədir, Avropa qitəsi. Avropanın relyefi endogen və eksogen proseslərin birgə fəaliyyətinin nəticəsidir. Endogen daxili proseslərdir. Məsəl üçün, zəlzələlərin, vulkanların, litosfer tavalarının, yəni hərəkətin nəticəsində yaranan relyef formalardır. Məsəl üçün, dağlar. Eksogen relyef formaları isə xarici proseslər, məsəl üçün küləyin, yağışın, yeraltı suların və s. yəni xarici proseslər nəticəsində yaranan relyef formaları var hər ikisinin. Yəni hər ikisi var. Burada dağlıq və düzənliklər ərazilərin paylanmasında müəyyən qanuna uyğunluq müşahidə olunur. Qitənin ən hündür nöqtəsi Alp dağlarında, ən alçaq nöqtə Xəzər sahilindədir. Alp dağları Avropada yerləşir. Belə göstərim mən sizə burada Alp dağları. 4807 Monblan, ən hündür nöqtəsi Monblandır. Ən dərin nöqtə isə Xəzər sahili ovalıqda -27 metr götürülür. Okean səviyyəsindən -27 metr. Və Alpdən şimala doğru relyef tədricən düzənliklərə çevrilir. Baxın, həqiqətən də Alp dağlarından şimala tərəf artıq düzənliklərdir bu hissədə də. Şimalda qədim dağ olan Skandinaviya dağı yerləşir. Qədim dağdır, yəni hansısa bir tektonik proses getmir orada. Burada Ural dağlarıdır, o da qədim dağdır. Amma Alp dağlarıdır. Burada Apennindir, Balkandır. Burada Əndəlüs dağları var. Türkiyənin ərazisində Pont Tower'dır. Bura Qafqaz dağlarıdır. Tam olaraq, yəni onlar Avropaya düşməsə də Asiyanın bir hissəsidir, amma o dağlarla da tanış eləmək istəyirəm. Burada Karpat dağları var və s. Onlar cavan dağlardır. Avropada fərqli relyef formalarından biri olan fyordlar. Fyord nədir? Sıldırım sahilli, uzunsov və dar körfəzlərdir. Bax, görürsünüzmü? Burada nə qədər həmin o dar körfəzlərdən var. Girintili çıxıntılıdır. Bu girintili çıxıntılı olmağının səbəbi buzlağı 4-cü dövr buzlaşmasına, əvvəllər 4-cü dövr buzlaşmasına məruz qalmışdı. Həmin ərazilər yəni buzun altında olubdu. Buzlardan azad olduqca həmin o deməli körfəzlər yaranır. Fyordlar 1000 illər əvvəl litosfer tavalarının kənarında yaranan çatların buzlarla dolması, buz əridikdən sonra isə bu hissədə su basması nəticəsində yaranmışdı. Onlar daha çox Skandinaviya sahillərində yaranmışdı. Skandinaviya sahilləri də buradır. Bax, görürsünüz burada nə qədər girintili çıxıntılı sahillər var. Deməli, biz aydınlaşdırdıq ki, fyord nədir? Həm də körfəz. Körfəz dənizin quruya daxil olmuş hissəsidir. Körfəzlər okeanın, dənizin birbaşa, yəni bax, dənizin quruya daxil olmuş hissələrinə deyirlər körfəzlər.
Bax, bu hissələr hamısı körfəzlərdir və okeanın bir hissəsində okeanla birbaşa əlaqəsi var. Amma dənizlərin özünün sualtı tirələr vasitəsilə okeandan ayrılan hissələri var. Yəni dənizin sərhədləri sualtı tirələrlə ayrılır. Amma körfəzlər belə deyil. Körfəz birbaşa okeanın suya daxil olmuş hissəsidir və okeanın bir hissəsi sayılır. Deməli, fiordlar min illər əvvəl nə oldu? Litosfer tavalardan kənarda yaranan çatların buzlarla dolması, buzun əriyəndən sonra həmin hissələrə su basması nəticəsində yaranmışdı. Ən çox Skandinaviyada yaranmışdı. Bu da Sogni fiorddur. Sogni fiord şəkildə göründüyü kimi Norveç ölkəsində yerləşir. Rayonun ərazisində deyəcəyim, Norveçdə yerləşir. Bir də var Salpauselska Morintresi. Bundan qabaqki kitablarda onlar adları çəkilirdi 9-cu sinifin kitabında. Sogni fiordunun da adı var. İndi burada ölkəni deməyibdi. Amma yəni ölkəni bildik ki, hansı ölkədə yerləşir. Ay isə dünyanın ən böyük qitəsidir. Ona görə də digər qitələrdən fərqli olaraq daha mürəkkəb relyefə malikdir. Onun çox hissəsi yaşına görə qədim və seysmikliyi zəif olan geniş düzənliklər tutur. Avropa kimi Asiyanın da şimal-qərb hissəsində qədim buzlaqlar olmuş, iqlim istiləşdiyi zaman əriyib yox olmuşdu. Asiyanın mərkəzində yerləşən Tian Shan, Altay və Sayan dağları qədim dağlardır. Buna biz deyirik yenidən cavanlaşmış dağlar. Hətta mən uşaqlara estetik dağlar deyirəm. Yəni sonradan cavanlaşıb, sonradan özlərini estetik edib cavanlaşıblar. Hansısa bir tektonik proses yox, yəni sonradan bir növ tektonik qalxmaya məruz qalırlar. Deməli, hansı dağlar oldu? Tian Shan, Altay, Sayan həmin dağlarında yerini göstərək. Bax, bu ərazidə yerləşir. Bax, burada Tian Shan, Altay, Sayan və Tian Shan. Belə. Amma bu dağların hündürlüyü çoxdur. Bunun səbəbi, yəni qədim dağ olsa da, qırışıq faylı deyirlər özə buna. Qədim dağ olsa da hündürlüyü çoxdur. Bunun səbəbi tektonik hərəkətlər nəticəsində onların bir neçə 10 milyon il əvvəl yenidən qalxmasıdır. Buna görə də bu dağlara cavanlaşmış dağlar deyirlər. Yenidən cavanlaşmış dağlar. Bu da Tian Shan dağlarının ümumiyyətcə şəklidir belə. Şimali Amerika, Antarktidadan bu gün quru parçalar haqqında öyrənəcəkdir. Çox maraqlıdır dərsimiz bu arada. Şimali Amerika, Antarktidadan başlayaraq Panamaya qədər uzanır. Şimali Amerikanın qərb hissəsində Kordilyer dağları yerləşir. Onun ən hündür zirvəsi Denali dağıdır. 6194 metrdir. O da vulkan zirvəsidir bu arada. Ən alçaq nöqtə ölüm dərəsi -86 metr. Şimal hissəsinin relyefi Şimali Avropanın relyefi ilə oxşardır. Bax, görürsünüzmü uşaqlar? Bayaq dediyim kimi girintili çıxıntılı körfəzlər var. Səbəbini aydın məsələdir ki, buzlaşmaya məruz qaldığı üçündür. Denali dağlar 6194 dedi. Ən alçaq nöqtə ölüm dərəsi -86 metr. Bunlara mütləq diqqət edin. Ən alçaq və ən hündür nöqtəsi. Şimal hissəsinin relyefi Avropanın relyefi ilə oxşardır. Dedik ki, 4-cü dövr buzlaşmasına məruz qaldığı üçün bax bu hissələrə diqqət eləsək. Burada çoxlu göllər, fiordlar, göllər də ki, buzlaq mənşəli göllərdir. Məsəl üçün, burada Böyük Ayı, Böyük Kölə, Atabaska, Winnipeg gölləri var. Bunlar buzlaq mənşəli göllərdir uşaqlar. Burada fiordlar, həmçinin kanyonlar, dərin ensiz çay dərələr. Kanyon nə oldu? Dərin ensiz çay dərələr. Bax, burada şəklini göstəribdir. Colorado çay üzərində dünyanın ən dərin kanyonudur. Çay normalda, məsəl üçün, bu hissədən axmalıdır. Çay öz dərəsini dərinləşdirə. Görün, hansı dərinlikdən? 2 kilometr dərinlikdən axır. Düşünün ki. Bax, buna kanyon deyirlər. Kanyon yaranmanın səbəbi uşaqlar. Özdə İspancadan boru mənasını verir. Kanyonların yaranma səbəbi oradan çay keçdiyi yerlərdə suxurların tərkibi yumşaq suxurlardır, əhəng daşlı suxurlardır ki, çayın gücü çatır. Həmin suxurlara axıb keçərkən yuması nəticəsində yaranır. Hər bir çayda ola bilmir. Çünki bütün çayların axdığı yerlərdə suxurlar müxtəlif ola bilər. Yəni bərk suxurlar ola bilər, yumşaq suxurlar ola bilər. Əsasən yumşaq suxurların kəsib keçdiyi yerlərdə olur kanyonlar. Daha sonra davam edirik. Deməli, çox dərin olduğu üçün kanyon İspan dili boru adlandırılmışdı və dərinliyi 1800 metrdir. Onun yaranması burada yayılan suxurların tərkibi və xüsusiyyətləri bayaq dediyimiz kimi. Bu da Grand Kanyon, yəni Böyük Kanyondur. Colorado çayının üzərində yerləşir Böyük Kanyon. Keçdik Cənubi Amerikaya. Cənubi Amerikada hər şey rəngarəng, ən sevdiyim materiklərdən biridir. Hətta deyərdim ki, ən sevdiyim materikdir. Latın Amerikası, Cənubi Amerika hər şey rəngarəng, təbiət, sıx mədəni, tarix, mədəni birbaşa Ant dağları ilə bağlıdır. Ant dağları da budur, uşaqlar. Litosfer tavalarının toqquşması nəticəsində yaranmışdı. Bu arada burada
Nazca litosfer havası, bu da Avrasiya, Cənubi Amerika litosfer havasının toqquşması nəticəsində Ant dağları yaranmışdı. 9000 kilometr məsafədə, yəni quruda ən uzun dağ sistemidir. 9000 kilometr məsafədə uzanır. Burada hündürlüyü 6000 keçən çoxlu zirvələr və vulkanlar var. Qitənin ən hündür nöqtəsi Aconcagua 6960 metr və ən alçaq nöqtə Valdesti və yaxud da Salinas Chicas çökəkliyidir. -40 metr. O da yenə də ən hündür və ən alçaq nöqtə yenə də Cənubi Amerikada yerləşir. Qitənin ən hündür və ən alçaq nöqtələri məsləhət görərdim ki, öz dəftərinizdə bir yerdə mütləq qeyd edin və əzbərləyin. Valdez yarımadası, Salinas Chicas, bu ən dərin, ən hündür nöqtələrini mütləq öyrənin. Qitənin şərqi plato və ovalıqlardan ibarətdir. Gördüyünüz kimi, bax, bu şərq hissəsidir. Şərq hissəsində yaylalar, ovalıqlar var. Bu hissə yayladır. Bura Braziliya yaylasıdır, bura Qibiana yaylasıdır. Daha sonra mən hamısını sizlə tanış eləmək istəyirəm ki, adlarını biləsiniz. Bura Orinoco ovalığıdır, bura Amazon ovalığıdır. Amazon ovalığını bir çoxlarınız adını eşitmişsiniz 100%. Burada La Plata ovalığıdır. Onu da Parana çayı yaradır bu arada. Bu ərazilər həm yaşına, həm mənşəyinə, həm hündürlüyünə görə qərb hissədən fərqlənir. Yəni qərb hissə gördüyünüz kimi əsasən dağlıqdır, şərq hissə isə düzənliklərdən və plato. Plato isə səthi hamar düzənliyə deyilir uşaqlar. Antda qədim İnklər yaşır. İnk xalqları idi. İnklər, Azteklər burada yaşayıbdı. Machu Picchu yerləşir. Daha doğrusu Machu Picchu. Burada Machu Picchu 15-ci əsrdə 2500 metr hündürlükdə qayanın üzərində inşa edilmişdi. Binalar bir-birlə pillələr və terraslardır. Birləşir. Machu Picchu İnklərin Peruda daha doğrusu son məskəni olmuşdu. Həmin o xalqların burada son məskəni olmuşdu. Görün nə qəşəng relyefi var bu ərazinin. Hansı ərazidə görün formalaşıblar, yaşayıblar. Avropalıların gəlişindən sonra onlar buranı tərk edib getmişlər. Avropalılar hara gəldilərsə onsuz ki məhv etdilər, getdilər. Sağ olsunlar. Bu Afrika, bizim ən isti materikimiz. Afrikanın relyefi əsasən platolardan ibarətdir. Platolar bayaq dediyimiz kimi səthi hamar düzənliklərdir. Qitənin şimal və qərb hissəsi hündürlüyünə görə cənub və şərq hissəsinə fərqlənir. Ümumiyyətlə Afrika iki hissəyə bölünür. Şimal və qərb, cənub və şərq hissəsi. Burada cənub və şərq hissəsi daha çox hündürdür. Buna hündür Afrika deyilir. Bu hissə daha çox hündürdür. Hündür Afrika deyilir. Və burada şahid dağlar mövcuddur. Şahid dağlar Axaqqar, Tibesti və Darfur dağları deyilər. Bunlara şahid dağlar deyilər. Qitənin relyefində çökəkliklər də xeyli yer tutur. Onlardan ən böyüyü Çad, Kongo və Kalaharidir. Bu hissələrdir. Bu Çad gölüdür bu arada. Bura Kongo ovalığıdır, həm də çökək ərazidir. Bir də Kalahari. Və Afrikanın fiziki xəritəsini gördüyü ay şəklində Afrikada qurunun ən böyük tektonik çat, rift ərazi yerləşir. Bax, burada Qırmızı dənizdən Zambezi çayına qədər bu hissədə Şərqi Afrika sınma zolağı yerləşir. Yəni tektonik çatdır, rift zonası boyu aktiv vulkanlar, çox dərin və uzunsov göllər yerləşir. Göllərə də fikir veririk. Burada Tanganyika, Nyasa gölləri uzunsov olur, özdə dərin olur həmin göllər. Tektonik çatda yerləşir. Ən hündür zirvə Kilimancarodur, 5895 metr. Afrikada vulkanik dağdır. Tavaların hərəkəti nəticəsində Afrikanın şərq hissəsi qitədən aralanaraq şərqə doğru hərəkət edir. Yəni düşünün ki, bu hissədən bax Somali yarımadası tərəfdən qırılıb ayrılma baş verir. Bu hissə yəni bütövlükdə qırıldığı üçün sanki yəni materikdən ayrılır. Sanki yox, ümumiyyətcə ayrılma baş verir. Bu da nazik, uzun, dərin sulu göllərdir. Onun da yaranma səbəbi tektonik çat üzərində yerləşməsidir. Ona görə də dərindir, uzundur. Elə bir Kilimanjaro dağı da oradadır, vulkanik dağdır. Ona qalsa yəni Afrikanın ən cavan dağı burada Atlas dağlarıdır. Atlas dağlarının deyəsən adını verməyib. Atlas dağları Afrikanın cavan dağıdır və cənubunda Kapajdaha dağları var, onu çıxardıblar deyəsən. Kapajdaha dağları da qədim dağlardır. Amma Afrikanın ən hündür nöqtəsi, yəni Kilimanjaro dağındadır, 5895 metr, o da vulkanik dağdır. Ən alçaq nöqtə isə Assal gölüdür, -155 metr. Mütləq qeyd edeyim bunları. Tavaların hərəkət nəticəsində Afrikanın şərq hissəsi qitələrdən ayrılaraq şərqə doğru gedir. Gəldik Avstraliya. Evinin körpəsinə, balacasına. Avstraliya sahəsinə görə ən kiçik qitədir. Burada nə vulkan püskürmələri, nə də zəlzələlər baş vermir. Kim istəyirsə zəlzələdən uzaq olsun, getsin Avstraliyada yaşasın. Heç bir zəlzələ baş verməyəcək orada. Və ya da Avropanın bir hissəsində yaşaya bilər. Dağların zirvələrində isə buzlaqlara rast gəlinmir. Niyə görə? Çünki dağların hündürlüyü
azdır. Avstraliyanın relyefi mürəkkəb deyil. Onun şərq hissəsində hündür dağlar, mərkəz hissəsində müxtəlif hündürlüklü düzənliklər və şahid dağları yerləşir. Baxın, burada böyük su ayrıcı dağları yerləşir. Yəni bir dənə dağı budur, belə deyək, ən hündür dağı. O da 2228 metr, Kastyoşka zirvəsi də ən hündür hissəsi. Uluru qitənin mərkəzində, səhralıq ərazidə şahid dağdır. Deməli, burada Makdonel var, Uluru var, yəni bu mərkəz hissələrdə yerləşir. Bu arada uşaqlar, Avstraliyada bax bu şəkillər hamısı 9-cu sinifin əvvəlki kitablarında, indi hal-hazırda yəni dərsliklərdə var, köhnə 9-larda. Uluru Avstraliyanın yerli əhalisi olan aborigenlər üçün müqəddəs yer sayılır. Avstraliyanın yerli əhalisi soruşulanda hansıdır? Aborigenlər deyəcəksiniz. Uluru dəniz səviyyəsindən 563 metr yüksəklikdədir. Burada qədim yaşayış məskənləri olan mağaralar və qayaüstü rəsmlərə rast gəlinir, necə ki bizim Qobustan kimi. Belə. Azərbaycanı daha sonraki dərsimizdə izah edəcəm. Biraz bu dərsimiz çox mürəkkəbdir, çoxdur. Yəni Antarktida haqqında ümumiyyətcə materialı yoxdur. Antarktida yaşayış yoxdur, relyefi yəni müzakirə olunmayacaq dərəcədə sadədir. Çünki buzlaqların altındadır. Gəlin keçək izahlara. Deməli, quruda relyef formaları necə paylanmışdı? Dünyanın fiziki xəritəsinə və A şəklinə əsasən suallara cavab verin. Avropanın ən hündür və ən alçaq nöqtəsini tapın. Bayaq dediyimiz kimi Avropanın ən hündür nöqtəsi Alp dağlarında Mont Blancdır. 4807 metrdir. Ən alçaq yeri Xəzər sahili ovalıq və ya Xəzər dənizinin səviyyəsi -28,7. Köhnə kitablarda -27 metr götürülürdü. A xəritəsində verilən A-Y xətti üzrə səyahət edin. Hansı dağ və düzənlikləri keçərdiniz? Burada Piriney dağları, Alp dağları, Karpat dağları, Şərqi Avropa düzənliyi, Orta Rus yüksəkliyindən, Ural dağlarından keçdiyimizi görə bilərik. A deməli Piriney dağlarıdır. 43 dərəcə şimal eni və 0 dərəcə şərq uzunluğu, ümumiyyətcə 0 Qrinviçdir. 3404 metr tektonik dağdır. B Alp dağları 46 dərəcə şimal eni. Bunu sizlərə yazdırmağa gərək yoxdur. İstəyən yaza bilər, istəyən yazmaya bilər. Bu şəkildə skrin eləyib dəftərinizə köçürə bilərsiniz. Ona görə bunu oxumağa mən düşünürəm ki, ehtiyac yoxdur. B şəklindəki relyef formaları A-dakı ərazidən geniş yayılmasının səbəbi nədir? Onlar ölkənin hansı ərazisindədir? B şəklində təsvir edilən fjord tipli relyef forması bayaq dedik, Avropanın şimalındadır. Səbəb də ki, bu ərazilərdə buzlaqlar olubdu əvvəllər, sonra buzlaqlar geri çəkildikdən sonra həmin ərazilərdə dərin fjordlar yaranıbdır, daha doğrusu uzunsov, yəni dənizin qoruya daxil olan hissələrdir. Və fjordlar Norveç sahillərində bayaq dediyimiz kimi Sogne fjord Norveçdə yerləşir. Dünyanın fiziki xəritəsi və AC şəklinə əsasən suallara cavab verin. Ən hündür nöqtə Asiyada Everestdir, Camalunqmadır 8848, ən alçaq yer Ölü dənizdir və Xor çökəkliyi -423 metr götürülür. Və burada növbəti sualımızda Bazardüzü zirvəsi. Yenə deyirəm, bunları çalışın videonu saxlayaraq özünüz yaza bilərsiniz. Bu Camalunqmadır, Hinduquşdur. Bunlar hamısı Himalay dağlarında Asiyada yerləşir. Asiyanın ən böyük dağ və düzənlikləri Cavan dağlar, Himalay, Qafqaz, Hinduquş, Pamir. Bunlar həm də tektonik dağlardır. Tektonik dağlarda da həmin dağların adını verə bilərsiniz. Qədim dağlar Uraldır, Altaydır, Sayandır, Tianşandır deyə bilərsiniz. Hətta yenidən cavanlaşmış dağ olaraq Altay, Sayan, Tianşan deyə bilərsiniz. Vulkanik dağlar Fudziyamadır, Kulisovkasıdır, Elbrusdur, Kazbekdir. Elbrus, Kazbek Qafqaz dağlarının ən hündür nöqtələridir. Etna, Vezov İtaliyada yerləşir. Erebus məsəl üçün Asiyada olmasa da Erebusu yazmışam, bu Antarktidada yerləşir. Denudasiya, Erebusu yazmayın siz. Denudasiya düzənlikləri Orta Sibir platosu, Dekan yaylası, Anadolu, Ərəbistan yaylası, Qarabağ vulkanik yaylası Azərbaycanda yerləşir. Asiya aid. Braziliyada Qviyana, bunlar Cənubi Amerikada yerləşir. Akkumulyativ düzənliklər Turan ovalıqdır, Qərbi Sibir ovalığı, Xəzər sahili ovalıqdır, Hind-Qanq ovalığı, Mississippi, Amazon, Orinoco, Mesopotamiya. Mən hamısını yazmışam, sırf Asiyaya aid olan yox, ümumiyyətcə bütün ovalıqları bir çoxunu da əlavə eləmişəm. Digər dərsin tapşırıqlarını növbəti bölməmizdə izahını verəcəm uşaqlar. Bu hələ ki bir dərsdir, 70-71-ci səhifəni, amma bütöv dərsi izah elədim. Mən 3 bölmənin dərsini izah elədim, amma tapşırıqları növbəti dərslərimizdə çalışacağam. Birinci ya da ikinci gün tapşırıqların davamını çəkim, sizlərlə paylaşım. Yenidən görüşmək ümidi ilə hər birinizi uğurlar, sağ olun.